Salam, mən Aysə Şükürova. Bir sual, bir cavab verilişinə xoş gəlmisiniz. Qonağımız narkoekspert Murad Məmmədovdur. Təşəkkür edirəm, dəvətiniz üçün minnətdaram. Valideynlər övladlarını narkotik təhlükəsindən qorumaq üçün hansı addımları atmalıdırlar? Gəlin bu vacib suala birlikdə cavab tapaq. Valideynlər övladlarını narkotikdən qorumaq üçün ilk növbədə onlarla güclü və etibarlı münasibət qurmalıdırlar. Uşaq tam əmin olmalıdır ki, hər hansı bir çətinlik və ya təzyiqlə üzləşəndə valideyninə rahatca müraciət edə bilər. Səmimi ünsiyyət uşağın riskli mühitlərdən uzaq qalmasına ciddi təsir göstərir. Bundan başqa valideynlər aşağıdakı qabaqlayıcı addımları ata bilərlər. Uşağın dost çevrəsini və vaxt keçirdiyi mühiti yaxından tanımaq, davranış və dərs göstəricilərindəki qəfil dəyişikliklərə diqqət etmək, narkotiklərin zərərləri barədə uşaqları qorxutmaq yox, maarifləndirmək, asudə vaxtlarını isə idman və faydalı işlərlə doldurmaq. Evdə münaqişələrdən uzaq, sağlam bir mühit yaratmaq, uşağı mənəvi sıxıntılardan qoruyub, ona tam güvən hissi aşılamaq. İnternetdəki məzmunları hər zaman nəzarətdə saxlamaq, uşağa kənar təzyiqlərə qarşı dik durmağı və qətiyyətlə yox deməyi öyrətmək.